Cümlələrin xüsusiyyətləri əsasında eynən Venn diaqramdakı yanlış fikirləri bizdən soruşur. Kim danışmaq istəyirdisə, onun ağzından vururdular. Burada kim bağlayıcı sözümüzdür. Baxın, kim burada bağlayıcı sözümüzdür. Və bağlayıcı sözümüz budaq cümləni baş cümləyə bağlayan vasitələrdən biridir. Həmişə budaq cümlədə işlənir və həmişə də budaq cümlə əvvəl işlənir. Deməli, kimdir, nə qədərdir, neçədir, hara kimi sözlərimiz sual intonasiyası yaratmırdısa, bağlayıcı söz olurdu. Bağlayıcı söz həmişə budaq cümlədə işlənirdi və həmişə əvvəldə gəlirdi. Yəni, budaq cümlə həmişə əvvəldə gəlirdi. Deməli, burada budaq cümlə əvvəl, baş cümlə sonra gəlib. Birinci şərtimiz yanlışdır. Çünki orada baş cümlə əvvəl sıxımını göstərilir, bir yanlışdır. Elə ağlayırdı ki, heç kim gözündən yaş atdığını görmürdü. Burada elə sözü isə əvəzlik qəlibdir. Əvəzlik qəlib bağlayıcı vasitə deyil uşaqlar. Əvəzlik qəlib sadəcə baş cümlənin, belə deyim, baş cümlədə həmişə işlənir və budaq cümlənin növünü müəyyənləşdirməkdə sizə köməklik göstərir. Bağlayıcı vasitə deyil və elə belə o kimi sözlərimiz əvəzlik qəlib kimi çıxış edir. Burada ikinci cümlədə baş cümləmiz əvvəl gəlib, budaq cümləmiz ondan sonra gəlib. Bağlayıcı vasitə burada nədir ki? Bağlayıcısıdır. Baş cümləni budaq cümləyə bağlanmasında şər şəkildə iştirak edib. Birinci cümlədə istəyirdisə sözündəki sasə isə hissəci idi. O feilin şər şəklinin şəkilsi deyil. Ona görə 2 də yanlışdır. Xəbərlərin hamısı feilin eyni şəkildə ifadə olunub. İstəyirdisə xəbər şəklindədir. Vururdular xəbər şəklindədir. Ağlayırdı xəbər şəklindədir. Görmürdü xəbər şəklindədir. Bu doğru fikirdir. Bunu çıxırsan. Bağlayıcı sözlərlə istifadə olunub. Bax, ikinci cümlədə bağlayıcı söz yoxdur. Birinci cümlədə bağlayıcı söz gəlib. Ona görə 4 də yanlış olacaq. Bizdən elə yanlışları istəyirdi. 1, 2, 4 cavab olacaq B variantı. 5-ə də baxaq. Cümlə üzvlərindən ikisi əvəzli ilə ifadə olunub. Elə ağlayırdı ki, burada elə sözü şarə əvəzli idi. Təyin ifadə vasitəsidir. Heç kim gözümdən yaş atdığını görmürdü. Heç kim də burada mübtədanın ifadə vasitəsidir və qeyri-müəyyən əvəzlikdir. Bu da doğru fikirdir. Bizdən yanlışları istəyirdi. 1, 2, 4 cavab olacaq B variantı.